müşahidələr, basit eşitsizliyi mövzusundan sual izahına başlayırıq Qalatadan. Bu dəfə Aydanla işləyəcəyik sualları. Aydan, birinci suala baxaq. Mötərizəni açmağa kömək elə. Bunu qurub açanda nə alınır? X üstə gəlsin 2x çıxılsın 6 üstə gəlsin 4 böyükdür x plus 7. Bəli. Burada x-ləri atsam bir dəfəlik. 2x böyükdür. Bu nə eləyir? Mənfi 2. Keçi sol tərəfə. Müsbət 2, 9. X böyükdür 4,5. Biz səhv mi tapdıq? Deyəsən səhv tapmışıq aynı. Üstə gəlin mənfi 1 eləyirək. Yox, mənfi 2. Hə, Aydan, görsən diqqətsizsən. Burada müsbət 7, o mənfi 7 keçirməliyik. Bu mənfi 7-dir. Bu mənfi 7, mənfi 2 keçi sol tərəfə olur. Mənfi 7 üstə gəlir 2, mənfi 5. 2x böyükdür, mənfi 5. 2-yə də bölsəm x böyükdür, mənfi 2,5. Mənfi 2 5-dən böyüksə də minimum mənfi 2 olur. Başa düşdün? Bəli. 5-ci suala baxaq. 5-ci sualda rahat olsun deyə hər tərəfi bulan ikisinə də bölünən bir ədədə 6-ya vuram. 6-ya vursam bu ifadəni nə alınır da yazım. 3x 6-ya vuranda. 18x. X bölü 2-ni 6-ya vuranda 6 ilə 2 ixtisar edir. 3, x-ə də vuranda 3x. Böyükdür. X bölü 3-ünü 6-ya vuranda 6 ilə 3 ixtisar edir. 2, x-ə vurduq 2x. 6-nı 4-ə vuranda 24. 21x burada, 2x də burada. Çıxanda nə qalır? 19x böyükdür, mənfi 24. Bunu 19-a bölsəm, x böyükdür, mənfi 24 böl 19. Buna mənfi 1 tam neçəsə eləyir. X mənfi 1 tam neçəsədən böyüksə, minimum olar mənfi 1. Başa düşdün? Dəqiq. 2. İkinci sualda da bunları toplayanda 5x kiçikdir 11-dən olur. burada eləyir 6x. Sən məndən tez hesablayırsan. Çıx 11 kiçikdir x. X-lər gedir. Sən bir dəfə yazmışdın yəqin ki 5x kiçikdir 11. X kiçikdir 11 bölü 5. Onda 1 tam neçəsi? Yox, 2 tam neçəsə. Aha. Bu da maksimum 2 olur. 6-nı sən də hər tərəfi neçəyə vurub? 1-in 3-ə 6-ya vuraq. 6-ya vuraq. 6-ya vursan bunda nə alınır? 3x üstə gəlir. 6 ilə 2 ixtisar edir 3. X plus 1-ə vuranda 3x üstə gəlir 3. 6 ilə 3 ixtisar edir 2. X sıx 2-yə vuranda 2x sıx 4. Kiçikdir 0. Düzdür? Bəli. 5x sıx 1 kiçikdir 0. 5x kiçikdir 1. Onda x nə olur? Kiçikdir 1 bölü 5. 1 bölü 5-dən kiçikdirsə maksimum 0 olur. Başa düşdün? 3-ə baxaq. 3-də bunu qrup açaq. Mənfi 2x. Üstə gəlsin 2. Üstə gəlsin 3x çıxılsın 6. Kiçik böyükdür 4x çıxılsın 11. Bunları toplayanda X çıx 4. Böyükdür 4x çıx 11. 4x bura keçsə mənfi 3x. Mənfi 4 bura keçsə 4 çıx 11 mənfi 7. Hər tərəfi mənfi 3-ə bölürəm. İşarə dəyişir. X kiçikdir 7 bölü 3. Bu 2 tam 3-də 1-dir. 2 tam 3-də 1-dən kiçiksə də 2-dir. Başa düşdün? Eyni tip gedir, bilirsən bunlar. İndi 7-yə baxaq. 7 tipli sualları həll edəndə məxrəci bərabərləşdirmək olar və ya əgər məxrəclər eyni işarəlidirsə paydalar. Bunları çarpaz vururam. Çarpaz vuraq, amma x sıx 2-dən başlayaq birincinin sürətini. 2x çıx 4. Böyükdür 7x plus 7. Buradan nə alır? Mənfi 5x böyükdür 11. Hər tərəfi mənfiyə bölündə nə olurdu? İşarə dəyişir. Dəyişirdi. X kiçikdir mənfi 11 bölü 5. Mənfi 11 bölü 5-dən kiçikdirsə də mənfi sonsuzluqdan mənfi 11 bölü 5 elədir. 4-cü suala baxaq. 4-cü sualda hər tərəfi 2-yə vursam x çıx 2x üstə gəl 8 böyükdür 0. Mənfi x böyükdür mənfi 8-dən, x də kiçikdir 8-dən. Onda maksimum nə olur? 7. Gəldik 8-ə. Hər tərəfi neçəyə vurum? 3 olaraq. 3x üstə gəlsin 4. 6x çıx 1. Buradan alır mənfi 3x böyükdür. 4 bu tərəfə keçsə mənfi 4 çıx 1 mənfi 5. Mənfi 3-ə böləndə x kiçikdir 5 böl 3. Yəni A variantı. Başa düşdün? 9-cu suala baxaq. Mötərizəni açsaq, sən də yazım. X çıxılsın 2x üstə gəlsin 6. Böyükdür x böl 4. Aslında 4-ə vurardıq, eyni yolunu vuraram. Mənfi x üstə gəl 6, böyükdür x böl 4. 4-ə vuraq. Mənfi 4x üstə gəl 24, böyükdür x. X-i bura atıram. Nə olur?
Mənfi 5x. Mənfi 5x böyükdür mənfi 24. Mənfi 5'e də bölsəm işarə dəyişir. X kiçikdir 24 bölü 5. Mənfi sonsuzluqdan 24 bölü 5'e gəlir. Başa düşdün? 13'ü də mötərizdən açıq 3x 0,21. Bu biraz maraqlı sual oxşuyur. A üstü A üstü gəl 5. İndi belə eləyək. A-nı 3x-in yerinə atıram. 3x atmıram heç. 3x böyük bərabərdir. A üstə gəl 5, 21'i də buraya yazdım. Üstə gəl 21. 3x böyük bərabərdir. A üstə gəl 26. Buraya qədər başa düşdün? İndi bizə deyir ki, x minimum 9'dur. İndi biz bunu 3'ə bölsək, x böyük bərabərdir. A üstə gəl 26 bölü 3 alınır. X minimum 9'dursa, deməli bura ən azı 9 yaza bilərəm. Bunu deyəcəm ki, bu 9 olsa, 9 bərabərdir. A üstə gəl 26 bölü 3'dür. 2 kimi düşüb. 3. Çarpaz vursaq, 27 bərabərdir. A üstə gəl 26. A da olur 1. Başa düşdün? Ona baxaq. Onda neyniyə bilərik? Sən də. Birinci belə başlayırıq. 4 bölü x çıx 2 böyükdür 0. 2'ni atıram bu tərəfə. Sonra ortaq mərkəzi gətirirəm. X də 4 çıx 2x böyükdür 0. Bu suallarda belə eləmək olar. Bunları sıfır eləyən qiymətləri götürərək yazmaq olar. Məsələn, bunu sıfır eləyən qiymət 0'dır. Yuxarının sıfır eləyən qiyməti nədir? 4 0 olsa x nə olur? 2. 2. İndi 2'dən böyük qiymət versən, bax gör burada nə alınır? 3 versən. Mənfidir. Aşağıda da müsbət, böləndə mənfi eləyir. 0-2 arası qiymət 1 versən, yuxarıda nə alınır? Müsbət edir. Aşağıda da müsbət, bura oldu müsbət. 0'dan balaca ədəd versən, məsələn mənfi 1, bura nə alınır? Müsbət. Aşağıda mənfi böləndə eləyir mənfi. Bizə nə lazımdır? Böyük 0, yəni nə? Müsbət. Müsbət də hansı aradadır? 0 ilə 2 arasında. Başa düşdün? Düşdüm. Dəqiq. 14'ə baxaq. 14'ü belə yazaq. Bunları ayrı-ayrı yazmalıyam. 5 böyükdür 2x çıx 1. Ayrı-ayrı niyə yazıram? Bir yeri də yazа bilərəm. Sən deyəsən elə demək istəyirəm. Hər tərəfi birinci 1 əlavə eləyək. 6, 2x, mənfi 2. Hər tərəfi 2'yə bölək. 3 X mənfi 1. Deməli mənfi 1-lə 3 arasında heç biri daxil deyil. Hansı variantı? B variantı. Başa düşdün? 11'ə baxaq. 11'də ikisinin də müsbət olduğunu bilmir, yaxın məxrəslərin nə olduğunu bilmirəm axı. Ona görə belə başlayaq. İkisinin də müsbət olduğunu bilmirik. Deməli bunları bir tərəfə keçirəm. 3 böl x plus 2 çıx 4 böl x plus 7 böyükdür 0. Və bunları bir məxrəcə, ortaq məxrəcə gətirəm. Məxrəclər x plus 2 vur x plus 7 olur. Surətdə də çarpaz vuram. 3'ü vursam buna nə alınır? 3x Üstə gəl 21. 4'ü də vursam bura. 4x üstə gəl 8. Amma qabağında mənfi var deyə mənfi 4x minus 8. Aydındır? Böyükdür 0. Yuxarıda nə alınır? Mənfi x üstə gəl 13. Aşağıda olduğu kimi köçürəm. Başa düşdün mü? Bəli. İndi sıfır eləyən qiymətləri yenə tapaq. Surəti və məxrəci sıfır eləyən qiymətlər. Mənfi 7 var aşağıda və mənfi 2 var. Yuxarıda sıfır eləyən nədir? 13. 13'dən böyük qiymət verək. Məsələn 14 verirəm. 14 versəm burada müsbət alınır, burada müsbət alınır, burada müsbət alınır. Mənfi 2 13 arası qiymət. Məsələn 12 verirəm. Bura müsbət alınır. Burada müsbət alınır. Burada müsbət alınır. Düz dedim. 12 verdim, müsbət alındı. Burada 13'dən böyük versəm bu mənfi 14 olur. Mənfi 14'ün üstünə 13 gələndə biz müsbət yazmışıq da bu mənfidir. Bu mənfidir. Amma 12 versəm mənfi 12 üstə 13 müsbət olur, aşağıda müsbətdir. Mənfi 7 mənfi 2 arası qiymət. Məsələn mənfi 3 verirəm. Mənfi 3 versəm bu müsbət eləyir. Aşağıda mənfi 3 üstə gəl 2 mənfi eləyir. Mənfi 3 üstə gəl 7 bu da müsbət eləyir. Mənfi müsbət bu da müsbət, cavab mənfi elədi. Mənfi 7'dən balaca verəndə mənfi 8, yenə bura mənfi, bura mənfi, bura müsbət, cavab müsbət eləyəcək. Bizə nə lazımdır? Böyük 0, yəni müsbətlər. Müsbət işarəsi harda var? Mənfi sonsuzluqdan mənfi 7'yə qədər. Bir də mənfi 2'dən 13 arası. İndi görək bunu biz cavablarımızda başqa necə istifadə edə bilərik. Mənfi sonsuzluqdan
13-ə qədər. Bax bu cavaba baxaq A variantına. A variantına deyir mənfi sonsuzdan 13-ə qədər, yəni bax bura. Çıxılsın bir dənə mənfi 7, mənfi 2 arası. Səbəb nədir? Fikir versən mənfi sonsuzdan 13-ə qədər gələndə bunları var, müsbətlər var. Bir dənə mənfi 7, mənfi 2 arasını çıxsa nə olacaq? Cavab olur A variantı. Aydındır? Əslində bu suallar ikinci dərəcədən denkləmdən olunur 11. Amma qalata bura salıb təəssüf ki. Bura baxaq. 15-ci sualda 5x üstəgəl 4-ün maksimum qiymətini istəyir. Burada da əslində z yazmalıdır, yazmayıb. 4 və 2 arasındadır. Biz bunu belə eləyəcəyik. Burada x-in yerinə 4 verirəm. Sən deyə bilərsən ki, 4 alınmaz. Bəli, 4-ün özü daxil deyil, 24. 4 olsaydı 24 alınır. İndi bu 4-dən balacadaq x. Deməli, cavab da 24-dən balaca olmalıdır. 24-dən balaca ən böyük ədəd nədir? 23. Hə. Burada səhv nə olur? Uşaqlar götürür aydan. X-in yerinə 3 yazır. X-in yerinə o vaxt 3 yazıram ki, yuxarıda x daxildə z verir. Verliyi baxın. X 3,95 də ola bilər. Onun üçün x yerinə 4 demirəm. 3 demirəm. 4 verirəm, hesablayıram, alınan cavabı azaldıram. 24 yox, bir dənə az olmalıdır 23. Başa düşdün? Bəli. 12-yə baxaq. 12-də bizə deyib ki, bu arada qiymətlər alır. Birinci nə edir? Hər tərəfi 4-ə vuraq bunu. Alınır 4x, 4a, mənfi 12x, böyükdür x. X atsan bu tərəfə nə olur? 3x böyükdür 12 çıx 4-a. Bura qədər aydındır. 3-ə də bölsəm nə olur? X böyükdür 12 çıx 4a böl 3. Bunu başa düşdün? Düşdüm. İndi bizə sualda deyir ki, bunun cavabı, yəni x-in cavabı mənfi sonsuzluqdan 9-a 8-ə qədərdir. Mənfi sonsuzluqdan 9-a 8-ə qədərdir. Biz də tapmışıq ki, x-imiz 12 çıx 4a böl 3-dən böyükdür. Deməli, bu 12 çıx 4a böl 3. Bəli, gördüyünüz kimi Aydan çox diqqətsiz bir şagirddir. Mən 3x-i 4-ə vurmuşam, bu 12x olur. X-i yazmamışam. 4x-dən 12x çıxanda bu mənfi 8x-dir. Ona görə bunu gəlin bir də düzəldir uşaqlar. Deməli, birinci, burada x var, biz x-i görməmişdik. Gəl, x-dən 3x çıxaq, mənfi 2x üstəgəl a, böyükdür x böl 4. Sonra 4-ə vuraq hər tərəfi. Bunu 4-ə vuranda mənfi 8x üstəgəl 4a, böyükdür x. X-i bu tərəfə atıram, mənfi 9x böyükdür 4-a. Hər tərəfi bölsə mənfi 9-a nə olacaq? X kiçikdir 4-a böl mənfi 9. Aydındır, mənfi 9-a böldüm hər tərəf. Sualda da bizə deyir ki, x bu aradadır. Deməli, bu 4-a böl mənfi 9 bərabərdir 8 böl 9-a. Aydındır. Sarpaz vuram, 36a bərabərdir mənfi 72. A bərabərdir mənfi 2. İşarət səhv eləmiş olmayaq. Mənfi 2x üstəgəl a-nı yazmışam, x böl 4-ü yazmışam, hər tərəfi 4-ə vurdum. Hər tərəfi 4-ə vurdum, mənfi 9x böyükdür. Yenə işarət səhv eləmişik, 4-ə ora keçəndə nə olur? Çox gözəl qulaq assan Aydan. Mənfi 4-ı mənfi 9-a böləndə bu da müsbət olur. Buradan da 36a 72, a-da 2 çıxır. Yəni A variantı. Ona görə biz daha diqqətli olaq, hesablama səhvləri eləməyək uşaqlar. 11 Aydan kimi. 11 böyükdür 2x plus 1. Birinci bunu həll edək. Yox, nə edə bilərik? Hər tərəfdən neçə çıxa bilərik? 1 çıxırıq. Hər tərəfdən 1 çıxaq. Nə olur? 10 böyükdür 2x. Böyükdür 2. 2-yə böldük 5, böyükdür x, böyükdür 1. Bu aradakı tam ədədlər 2, 3, 4. Topladıq 9. Testin ən asan sualın ən son sualı sağlığı üçün Qalataya ayrıca təşəkkür edirik. Sağ olun uşaqlar. Sağ olun. Sağ olun.